Salamlar, əziz və dəyərli İMHM izləyiciləri. Mən sizin İngilis dili müəlliminiz Çinarə müəllim. Əziz 11-ci siniflər, hazırsınızmı? Artıq 9 martda inşallah Allahın izni ilə ilk imtahan prosesi ölkəmizdə 11-ci sinif buraxılış imtahanı baş tutacaqdır. Bəs keçən il imtahana hansı qrammatik mövzular düşmüşdü? Həmin qrammatik mövzuların artıq siyahısını sizlərə hazırlamışam. Keçən il düşən mövzularımız sual cümlələri, interrogativ sentence, dim toplusu ikinci hissədən, sinonimlər, yəni yaxın mənalı sözlər, yenə dim toplusu ikinci hissədən, qayıdış əvəzlikləri, dim toplusu birinci hissədən, tək və cəm isimlərimiz, dim toplusu birinci hissədən, nida cümlələri, dim toplusu, səhv etmirəmsə, birinci hissənin sonundadır, make-up sentence, cümlə qurmaq, dim toplusu ikinci hissədən, article mövzusu olmazsa olmazımızdır, dim toplusu birinci hissədən, mürəkkəb tamamlıq, dim toplusu ikinci hissədən, bağlayıcı mövzusu, dim toplusu birinci hissədən, mübtədə xəbər uzlaşması, dim toplusu birinci hissədən, modal feillər, dim toplusu birinci hissədən, söz önü, dim toplusu ikinci hissədən, məchul növ, xüsusilə məchul növün sual formasının düzəldilməsi düşmüşdür, dim toplusu birinci hissədən, sifətin müqayisə dərəcəsi, dim toplusu birinci hissədən, so do I, neither do I, həmciz xəbərli cümlələr, dim toplusu birinci hissədən və zaman, dim toplusu birinci hissədən. Bəs bu imtahana hazırlaşarkən sizə məsləhətim nədən ibarətdir? Əziz abituriyentlər, illərin praktikasına əsasən deyirəm ki, qrammatik mövzuları, qrammatik testlər asan düşür, rahat olur. Əsasən mətn və dinləmələrinizi gücləndirməyə fokuslanın. Mətn və dinləmələrinizi daha da çox inkişaf etdirmək üçün dərslərimə qeydiyyatdan keçə bilərsiniz. Bol şans və uğurlar. Təşəkkür edirəm.